Məşhur iqtisadçı ekspert və analitik Edward Yardeninin qızılla bağlı proqnozuna görə 2025-ci ildə qızılın bir unsiyası $5000, 2028-ci sonuna qədər isə təxminən 2 il ərzində isə $10.000 yaxın olacaq. Bu isə deməkdir ki, o deməkdir ki, 2 il ərzində qızılın qiyməti təxminən 2.5 dəfə bahalaşacaq. Bu proqnoz tədricən özünü doğrultmağa başlayır. Çünki təxminən bir ay yarım ərzində qızılın bir unsiyası $1000 yaxın bahalaşıb. Yəni əvvəl bir ay yarım bundan qabaq qızılın bir unsiyası $3300-$3400 civarında isə indi hal-hazırda qızılın bir unsiyası $4300 civarındadır. Əgər hələ də qızıla yatırım etməmisinizsə və əlavə əlinizdə pul varsa, mən tövsiyə edərdim ki, qızıl alıb bir kənara atasınız. Şərt deyil 5000 alasınız, 3500 manatınız var, 500 manatlıq qızıl alın, 1000 manatınız var, 1000 manatlıq qızıl alın. Düşünün ki, nə qoysanız, bir ilə sizə 50% artıqlamasından geri qayıdacaq. Yəni 1000 manat qoysanız, bir ilə 500 manat artıq qazanc əldə etmiş olasınız. Yəni 1000 manatlıq qızıl bir ildən sonra 1500 manat olacaq, 2000'lik 3000 manat olacaq, yəni 5000'lik 7500 manat olacaq, 50%. Minimum, yəni 50 olmasın 30% bahalaşsa belə 1 ilə 1300 manat deməkdir. 1000 manat qızıl alsa bir ildən sonra 300 manat bahasına sata bilərsiniz. Yəni hər zaman qızıl ağıllı yatırımlardan hesab olunub. Təbii ki, yatırım eləyəndə də bəzi şeyləri fikirləşmək lazımdır. Gedib məsələn sərgi mallarını fantastik qiymətə pul verib, ümumiyyətlə brend firmaların mallarına fantastik qiymətə pul verib, məsələn bugünkü normalda 750'nin satışı deyək ki ortalama optava yeni malı 235-245 manatdır, ikinci əldə 210-215 modelə görə dəyişir. Bu qiymətdən şişirdilmiş qiymət məsələn 350-400 manata siz gedib sərgi malıdır deyib qızıl alsanız, təbii ki nə qədər baha satsanız da yenə ucuzmuş olacaqsınız. Yatırım etmək üçün ağıllı seçim etmək lazımdır. Məsələn, qaşsız modellərə daha çox üstünlük vermək lazımdır. Biraz ağır çəkili, dəbdə olan müasir modellərdən alsanız daha ağıllı yatırım etmiş olarsınız. Məsələn, mənim bilirsiniz, mən kreditlə də satıram, Lombard krediti kimi olur. Mənim müştərilərim var ki, bir il bundan qabaq məndən qramını 125 manatdan alıb Lombardda kreditdə salıblar. Bir ilin sonunda qızıl faizlə bir yerdə gəlib onların üstə qramı düşüb 145-150 manata. Bugünkü gün satsalar, həmin qızılın qramını ən aşağı